Şəhidlərimizi unutmadıq, unutturmadıq. Kamallı Kamal Vilayətoğlu. Vətənini, xalqını, el-obasını qəlbən sevən, ürəkdən bağlı olan igidlərimizdən biri də əslən Dərələyəz mahalının Ələyəz kəndindən olan Kamal Vilayətoğlu Kamallı olub. 1996-cı il noyabr ayının 16-sında Şəki şəhərinin Şəki kəndində dünyaya göz açsa da, hələ uşaq olanda dədə-baba yurtlarının təəssübünü çəkənlərdən biri olub. İstiqanlığı, mehribanlığı ilə həm ailəsinin, həm də kənd sakinlərinin dərin hörmətini, rəğbətini qazanıb. Doğma kəndlərindəki orta məktəbi 2013-cü ildə bitirdikdən sonra 2014-cü ildə vətən borcunu vermək üçün hərbi xidmətə yola düşüb. Sərhəd qoşunlarının en saylı hərbi hissəsində yüksək səviyyədə hərbi xidmət keçib. Dəfələrlə komandanlığın təşəkkür və mükafatlarını qazanıb. Xidməti başa vurduqdan sonra doğma kəndləri Şəkiyə dönüb. Amma bir müddət keçəndən sonra vətənə bağlılığı onu yenə də hərbi xidmətə sövq edib. Daşkəsən rayonunun ərazisində yerləşən en saylı hərbi hissədə hərbi xidmətini davam etdirib. Qısa zaman ərzində fəallığı, səmimiliyi, hərb elminə kamil surətlə yiyələnməsi ilə kollektivin dərin hörmətini, rəğbətini qazanıb. Gedən şiddətli döyüşlərin ən fəal iştirakçısı olub. Sərhəd qoşunlarının Laçın rayonu ərazisində yerləşən en saylı hərbi hissəsində gizir kimi xidmətini davam etdirən Kamal Kamallı, komandanlıq tərəfindən ona verilən hər bir tapşırığı canbaşla yerinə yetirib. Çox təəssüflər olsun ki, 2021-ci ilin iyun ayının 16-sında Kəlbəcərdə xidməti borcunu yerinə yetirərkən, ağır avtomobil qəzası baş verərkən mənalı keçən həyatla vidalaşıb. Kənddə hamının sevimlisi olan bu vətən oğlunun acı və kədərli ölüm xəbəri doğma Şəkidə böyükdən kiçiyə kimi hamıya pis təsir göstərərək yandırıb, yaxıb onları. Mərhum hərbiçimizin cənazəsi 17 iyun 2021-ci ildə doğulub boya başa çatdığı Şəki kəndindəki kənd qəbristanlığında torpağa tapşırılıb. Ali Baş Komandan möhtərəm Prezident İlham Əliyev cənablarının sərəncamı ilə Kamal Kamallı Kəlbəcərin azad olunmasına görə və vətən uğrunda medalları ilə təltif olunub. Allahdan şəhid el oğlumuza rəhmət diləyirik, qəbri nurla dolsun, ruhu şad, məkanı cənnət olsun. Amin.